Akşamınız xeyir. Dedim, nətər olsa da belə, güman ki elə etirafa qalxmaq lazımdır. Valla bugün şükürlər Bulandırmırsan olsun. da qəlbini. Mən sənə dedim də, Alev, sən qəlbini bulandırırsan. Etiraf etməlisən. Həqiqətən elə demanı. Bilirsiniz nətərdir? Hamının keçirdiyi bir xəstəliklərdir. Hamısından eyni olanlar qızdırmadır, düzdür. Nə bilim, ondan sonra qripdir falan. Bunların hamısını keçmişəm. Görünməz olan qalan isə bu dəqiqə başa düşdüm ki, həqiqətən də bu oradan deyil, yəni. Təsəvvür edin, qızdırma yoxdur. Qalan isə nədir? Öskürə bilmirəm. Sinəmin bu iki ortasında qəribə bir belə panika atakalar gəlir. Elə bilirəm ki, indi boğulacağım. Bu dəqiqə Yox, boğulacağım. heç də olmayacaq. Prosta yumşaldıcı şeylər qəbul eləməlisən ki, o açılsın sinən. İsti, əvvəllikdə Düşünürəm o ki, maçdır, qaşqəngəlidir, sonra bu öskürək gətirici, bax bu südə nə bilim, biraz bəhməz qatırlar, biraz çayını soda vururlar, biraz o barjom ya belə sirap içkilərdə qazlı ki, onu içəsən o içərini təmizləsin, açılsın. amma Açmaq gərəkdir. Onu da açılmamasına səbəb yəqin içərdə hələ nəsə bir fikir qalıb ona görə. qalıb, hə. Çox Qalıb, hə. qəribə oldu. Hə, çox qəribə oldu ki, nədə ki qınamışdım. Əslində mən haqlıydım. Qınamamışdım, incimişdim. Belə qəribə bir bəddua eləmişdim. Allah onun əvəzini bu belə imtahanından da başqa bir başqa tərəfdən elə gözəl mükafat verdi mənə, sevindirdi məni ki. Deməli, Əmana təsəvvür edir ki, bundan o yanası yoxdur da. Heydər Əliyev sarayında mənim mahnım oxudur. Mənim xəbərim yox. Mən ora dəvətli deyiləm. Qəlbimi qıran adam oturur birinci sırada. Elə bilir ki, indi ondan danışacaqlar, amma səhnədə adam durur mənim mahnım oxuyur. Çınarə xanım, Məlikzadə. Yəni, baxın, öz-özümə dedim ki, ilahi, mən səbirli olsaydım, bəlkə indi mən özüm də orada oturmuşdum. Təbii Qınadım ki. yəni. Yəni, yaradan o qisas deyim, qınamaq deyim, görün necə gözəl verdi. Ona göstərdi ki, sən heç kim bildiyin, haqqına girdiyin adam, sənin oturduğun yerdə, sənin sözün yox, onun sözü və musiqisini. İndi səhnədə olan adam nə bilsin ki, mənim qəlbim qırılıb. Bunu da onun ürəyinə salan Allah. Ona görə də eləcənə bax, bayaqdan evin içində gəzirəm nətər. Deyirəm, ya Rəbbim, qələt eləmişəm. Elə hivarqəl edirəm evində hər Bəli, qələt otağını. eləmişəm. Çünki sən buradan bəhrələnirsən, sən buradan necə deyərlər, qidalanırsan, bilirsən ki, hikkə insanı məhv edər. İlk dəfədir, bilirsiniz də, mən heç vaxt hikkə olmayıb məndə. Bu məndə ilk necə oldu bilmirəm, niyə oldu bilmirəm. İndi Bu düşünürəm ki, yox, bu etap bundan, bu əlifba öyrənirsən, olacaq da. yəni həqiqətən deyirəm, amma mən heç vaxt, siz mənə səs atanda açıq deyim. Hikkə deyəndə deyim, hardan bilir. Sonra öz-özümə deyirəm ki, bax, hardan bilir sözünün özü də bir şübhədir. Necə hardan bilir? Yəni mən həyatımda ilk dəfə hikkə ilə də sınağa çəkildim. Bana etiraf edirəm. O biri elə bir ki, orada qeyri-adilər var, mənim başıma gəlir. Sonra deyirəm ki, yox, bundan da biz keçərik yəqin ki, inşallah. Allahın istəyinə. Hə, belə dediyiniz o dərmanı da almışam, içirəm. İnşallah Bisiptol da yəqin. mütləq al, bisiptol da. Hə, onu da alacağım, onu da alacağım. O ikisi Öpürəm bir sizi. yerdə yaxşı reaksiya verir. Mənim üçün də dua edin, mən də ayağa qalxım inşallah. Hər şey öz yerində düşəcək. Yəni. Qalxacaqsan, sən eləcənə qəlbinin dərinliyində, ya Rəbbim, bu hikkəm üçün, bu barışmadığım üçün, bu səbirsizliyim üçün qələt eləmişəm, məni bağışla. Vəssalam.
Düzələcək. Bəs gözünüzün qabağında mən 3 gün pasteldə yatdım. Hələ mən də haqq dedim də. Mən də haqq dedim. Mən nahaq demədim ki. Amma mən kiməm ki, mən haqq deyəm. Hər kəs hər şeyi Allah təyin edir. Şükürlə qəbul etməliyik hamısını. Belə.